Əbu Süfyanın yanında Əbu filan kəs oturmuşdu. Ona o sözü dedi, bu da baxdı ona tərs-tərs. Və Yezid də durdu ayağa, ətəyin çırpdı, ayaqqabılarını geyindi, sağ qapıdan çıxdı. Bax, bunu danışan tarixçilərimiz var. Yəni 1400 il bundan qabaq olan danışanlar var. Nə bilim, Tatarlar Rusiyaya 2000 il bundan qabaq hücuma keçdilər, Monqol Tatarlar bunu elətdilər. Bundan danışan tarixçilərimiz var. Amma heç biri bilmir ki, Azər və Baycan sözünün mənası nədir? Xəzər və Aras sözünün mənası nədir? Hətta bilmirlər ki, Qız qalasının tarixi neçə ildir? Bunu da bilmirlər. Azərbaycan simvoludur da. Yəni Azərbaycana aid olan heç nəyi bilməyən tarixçilərimiz var. Hamısı, bütün tarixçilərin hamısına soruşun, mən verdiyim sualları bilmirlər. Azərbaycan türkünün millət adı dövlət səviyyəsində yoxdur Azərbaycanda. Yəni ki, Latviya türkü Qaqavuz, Türkiyə türkü Səlcük, millətlərin adı deyil bunlar. Tataristan türkü Tatar, Gürcüstan türkü nə bilim filan kəs, Dağıstan türkü Noqay. Amma Azərbaycan türkünün millət adı yoxdur dövlət səviyyəsində və heç kimdə, heç bir tarixçi də bilmir bunu. Azərbaycanda elə bir insan yoxdur ki, dursun desin ki, Azərbaycan türkünün millət adı nədir? Heç kim bilmir. Bütün dünya bilir, bütün dünya dillərində var. Amma Azərbaycanda bunu bilən yoxdur. Yəni o qədər cılız, o qədər savadsız, o qədər biliksiz tarixçilərimiz, alimlərimiz, dilçilərimiz var.